Tarixi 1994-cü ildən başlayan bu avtomobilin artıq 6-cı nəsildir. Yeni Toyota RAV4-ün regional testləri Gürcüstanda, Batumi yaxınlığında Qurya regionunda keçirilir. Bu ərazidə testlərin keçirilməsinin bir maraqlı cəhəti var ki, həm Qara dəniz sahilləridir, həm də dağlıq ərazi biz Qomi dağlarına qalxacağıq. 6-cı nəsil Toyota RAV4-də hər şey dəyişib. Düzdür, platforma, ölçülər, bunlar hamısı eynidir. Amma avtomobilin, məsələn, kuzov konstruksiyasında sərtlik 10% artırılıb. Çəkic baş dizayn fəlsəfəsi deyirlər bu işıqlara. 8 iyun 2026-cı il səhər saat 9 Gürcüstan, Batumi yaxınlığı Ureki qəsəbəsində Magnika Resortdan tərpənirik. Yeni Toyota RAV4-lərin testinə. Azərbaycan nümayəndə heyəti avtomobillərə yerləşir. Hər avtomobildə 3 nəfər olacaq. 2 Azərbaycanlı bloger, 1 nəfər instruktor Gürcülərdən. Belə bir lent verdilər bizə. Xemali ağacına, bu arzu ağacıdır. Arzumuzu tutub lenti bağlayacağıq. RAV4-lərdən birini götürüm. Alçaya, Gavalıya oxşayan dadı var. Serpantinlərlə Qomi dağlarına qalxırıq. Off-road şəraiti olmayacaq, asfalt yollardır, dağlıq ərazilər, amma sərt enişi, yoxuşu olan yollardır. Birinci onu deyim ki, avtomobildə sükan dəyişib və avtomobilin ümumi interyeri daha çox Toyota Prado stilistikasında olub. Bir növ özünü adam yolsuzluq avtomobilində hiss edir. Zaten Toyota RAV4-ün də yolsuzluq imkanları var, onun tam ötürücü variantlarında. Bizə düşən maşınsa hal-hazırda ön ötürücü variantdır. Bütün avtomobillər hibriddir. Azərbaycanın da elə hibrid mühərriklə gəlir. Yəni daxili yanma motoru 2,5 litrlik daxili yanma mühərrikidir. Bu Gazline Direct Injection'dır. Birbaşa püskürdürmə sistemi ilə. Bir də elektrik mühərriki ön ötürücü variantlarda. Tam ötürücü variantlarda arxa oxda bir dənə elektrik mühərriki olur. Sürətlər qutusudakı Toyota'nın e-CVT çox dözümlü, çox qənaətçil sürətlər qutusudur. CVT variatorlarla qarışdırırlar. E-CVT-lərin variatorlarla heç bir əlaqəsi yoxdur. Adında CVT olsa da o planetar mexanizmdir və orada bir elektrik mühərriki, bir də mexaniki hissələr var. Hibrid sistemin tam gücü 229 at gücüdür. At gücünü biraz artırıblar. Amma ümumilikdə avtomobilin daxili yanma mühərriki həmin 2,5 litrlik mühərrikdir. 10-11 at gücü hibrid sistemin gücü artırılıb. Avtomobildə elektron sistemlərin təkmilləşməsi baş verib. Məsələn, yol nişanlarını daha çox sayda tanıyır, nişanlar da əlavə olunub. Toyota Safety Sense sistemləri təkmilləşdirib və ilk dəfə Toyota modelləri arasında Toyota RAV4-də 4-cü nəsil Toyota Safety Sense sistemləri var. Burada yəni aktiv təhlükəsizlik sistemlərinin kompleksidir. Adaptiv kruiz sistemlərindən tutmuş, o kameraların yol nişanlarını, yol zolaqlarını görməsi, sükana korreksiyalar, özü bir növ avtonom idarə etmənin tam olmayan versiyasıdır. Və dağlıq ərazidə aydın ki, yanacaq sərfiyyatı artacaq. Hal-hazırda 6,5 litr 100 km məsafəyə yanacaq göstərir. Dağlıq ərazini düşəndə əksinə yanacaq sərfiyyatı azalacaq, çünki rekuperasiya baş verir də, enerji sərfiyyatı olmur. Sərt yoxuşlar var. Hibrid sistemin işləməsinin harca qrafik formada bu displeydə, cihazlar panelində görmək olur, amma əsas displeydən onu yığışdırıblar. Askı sistemi əvvəlki kimidir, yəni tam müstəqil askıdır. Öndə McPherson da arxada çox qollu sistem istifadə olunub, amma Toyota nümayəndələri bizə dedilər ki, burada demper elementləri olaraq amortizatorlar daha fərqlidir. Yəni yaylarla amortizatorların işləməyində nahamarlıqların udulması sistemi var. Bir növ amortizatorlarda xüsusi mexaniki klapanlar yağ təzyiqini dəyişdirə bilir. Ona görə yol şəraitinə bir növ amortizatorlar uyğunlaşır, daha komfortlu yolsuzluğu sürücü keçə bilir. Toyota RAV4-lərlə Qomi dağlarının yüksəkliyinə gəlib çatdıq. Bu bizim avtomobilləri dəyişmə nöqtəmizdir. Və gəlib gördük ki, burada da Toyota var. Toyota Land Cruiser 70. Alman vətəndaşınındır. Deyəsən, özünün də bir 70 yaşı var. Almanlar belə də yaşlı oldu. Avtomobillərini götürürlər, çıxırlar dünya turuna. Biz yeni avtomobili test elədik. İndi köhnə, əvvəlki nəsil RAV4-lərin sükanı arxasından keçəcəyik. Yeni 6-cı nəsil Toyota RAV4-dən 5-ci nəsil RAV4-ün sükanı arxasına qaydanda fərqlər daha çox hiss olunur. Oturacaq məsələn indi mənim üçün narahatdır. Əvvəlki ilə müqayisədə sükan göründüyü kimi tam dəyişib. Cihazlar paneli 6-cı nəsildə tam rəqəmsaldır. Burada analog cihazlar panelidir. Amma bunun bir yaxşı cəhəti var ki, dərindədir. Günəş işığı oranı
görünməz eləmir. LED displeylərdə belə bir problem yaşana bilər, amma onun da həlli var. Belə ki, kontrastlı işığı artırıb o problemi aradan qaldırmaq mümkündür. 6-cı nəsildə daha balaca displey, düymələr və düymələr burada klimat sisteminin işlədiciləri hamısı aydındır ki, belə formalarda indi bütün o işlədiciləri bəzi o hava ön alın şüşəsinə vurulmaqdan başqa əsas monitora keçiriblər. Düymələrin sayı azalıb, amma yenə də 6-cı nəsildə düymələri saxlayıblar. Toyota mühəndisləri müasir tendensiyaları çox yaxşı izləyirlər və sürücü davranışlarının dəyişməyini nəzərə alıb yeni həllər təqdim edirlər. Gürcüstanın Qurya regionu həm də çayla məşhurdur. Bizə burada bir çay qonaqlığı verdilər. Cürbəcür qara, yaşıl çay. Bu qara çaydır. Yaşıl 3 cür çay var. Qarışıq, yaşıl, qara çay. Təbii ki. Yaxşı çaydır. Şokoladır. Dünyada ən çox satılan SUV-nin test nöqtələrindən biri məhz buradadır. Avropada bu vaxta qədər 2,5 milyon, dünyada isə 15 milyondan artıq Toyota RAV4 satılıb. Dizayn tamamilə dəyişib, dizaynın biraz fəlsəfəsi də dəyişib. Burada çəkic baş dizaynlı bir optikadan istifadə olunur. Bu optikanı biz birinci dəfə Toyota Prius'da görmüşdük. Sonra digər Toyota modellərdə gəldi. Toyota Camry'də bu dizayn konsepsiyası var. Ön hissə tamamilə dəyişib. Ümumiyyətlə, avtomobil tam yenidir. Baxmayaraq ki, ölçülər eynidir. 4,6 metr uzunluğu var. Radiator qəfəsini belə bir forma eləyiblər və sərt bucaqlı dizayn cizgilərini bu avtomobildə görürük. Kapot formalarına baxın. Bu kapot forması hardasa Toyota Prado'da belə kəskin xətlər və mərkəzi hissənin aşağı düşməsi var idi. Tam LED texnologiyada işıq cihazlarıdır. Burada duman əleyhinə işıqlardır. Avtomobilin yuxarı hissəsində orada aydın kameralar var. Adaptiv kruiz sisteminin kameralardır. O kamera yol xəttlərini görür. Təkər diskləri komplektasiyanası olaraq 18-20 düyümlük variantlarda təklif olunur. Stoplar tamamilə dəyişib. Bu dizayn elə görünür ki, sanki onları birləşdirib, amma stoplar birləşməyib. Mərkəzdə yeni RAV4 yazısı peyda olub. Azərbaycana gələn mühərrik 2,5 litrlik hibrid mühərriki olacaq. Hələ ki, ancaq hibrid, plug-in hibridlər biraz sonra gələcək. Burada belə bir ayaq altı var. İndi yuxarı reylinglər və bir bagaj vurublar. Təkər arkaları sərt bucaqlarlandır, əvvəlki RAV4-də olduğu kimi. Bagajın vəziyyəti əvvəlki kimi geniş bagajdır. Yəni ki, bunun açılma hündürlüyünü tənzimləmək olur. Ehtiyat təkər var. Bu avtomobilin dizaynı biraz fərqlidir. Çünki o Gazoo Racing versiyasıdır. Öndə, arxada fərqli spoilerlər, fərqli aerodinamik elementlər görürük. Radiator qəfəsinin forması tam dəyişib və onun içərisində radarlar, sensorlar gizlədilib. Burada adaptiv kruiz sisteminin radarı var, park radarları var. Yuxarı hissədə orada kameralar, radarlar var. Mühərrik bölümündə vəziyyət belədir ki, tanıdığımız 2,5 litrlik daxili yanma mühərriki Atkinson siklı ilə işləyir. Qaz line direct injection'dır, yüksək oktanlı. Yəni minimum 95 adətən tələbi belədir. Amma Toyota modellərini bilirsiniz, ümumiyyətlə Toyota dözüm, keyfiyyət, etibarlıqla həmişə ad qazanıb. 92 oktanlı benzin də istifadə eləsəz, mənə gəlir ki, bu mühərrikdə bir problem çıxmayacaq. Hibrid sistemin ümumilikdə gücü 229 at gücüdür. Gücü əvvəlki nəsillə müqayisədə bir 11 at gücü artırıblar. Hal-hazırda Azərbaycana gələn Toyota RAV4-lər hibridlər olacaq. Plug-in hibridlər bir qədər sonra payız aylarında gələcək. Plug-in hibridlərin təbii ki, batareya həcmi daha böyük olur. 23 kWh-lıq batareyalarla o təkcə EV rejimində 137 km-yə qədər məsafəni qət edə biləcək, yanacaq bir damcı işlətməyəcək və batareyaların həm şəbəkədən dəyişən cəryandan, həm də sürətli dolum stansiyasından, yəni sabit cəryanla dolum vaxtı belədir ki, 11 kWh-lıq şarj stansiyası ilə batareyalar 80%-ə qədər 3 saata, amma sürətli dolum stansiyası ilə, yəni DC ilə 50 kWh-lıq DC ilə
təxminən 30 dəqiqəyə 80%-ə qədər batareyalar dola bilir. Biz isə indi danışaq plug-in olmayan, yəni bizim test etdiyimiz variantlardan, hibrid variantlardan, tam çəkimli variantların arxa oxunda da əlavə bir elektrik mühərriki olur. Burada isə ön oxda elektrik mühərrikidir. Mühərrik bölümü çox səliqəli yerləşdirilib. Burada izolyasiya da var, istilik izolyasiyası və üstəlik əyləc sisteminə cavab verən blokları görürəm hər iki tərəfdə. Bu da o deməkdir ki, əyləc sistemi daha yaxşıdır, daha effektivdir. İnteriyer dizaynı tamamilə dəyişib. Bir növ Prado sayağı olub. Sükan tam yeni sükandır və Prado'nun sükanına oxşuyur əməlli başlı. Bu biraz sadə versiyadır. Bu versiyada lük yoxdur. Böyük bir monitor. Hər iki cihazlar paneldə artıq monitordur və onların düymləri kifayət qədər böyükdür. 13 düymə yaxınlaşdırılıb bunların ölçüləri. Əvvəlki dizayndan fərqli olaraq burada məsələn sürətlər qutusunun iri dəstəyi yoxdur. Belə balaca bir dəstəyi var. P düyməsi, əleyləci, avtohold düyməsi. Bir də burada məsələn müəyyən düymələr olur komplektasiyadan asılı olaraq. 15 vatlıq C portu hər iki tərəfdə var. Avtomobilin enişdə yardımçı sistemi, ESP sisteminin söndürülməsi. Burada hərəkət rejimlərini dəyişdirmək üçün Drive Mode, Normal, Eco, Sport və Custom. Yəni sürücü özü tənzimləyə bilər ki, orada rejimlər necə dəyişsin. EV Mode düyməsi buradadır. Yəni siz ancaq elektromobil kimi qısa məsafələri hərəkət edə bilərsiniz. Lazım onda zaten avtomobil özü daxili yanma mühərrikini yandıracaq. Və burada da rejimlər var. Yenə normal rejim və qar rejimi yolsuzluq üçün belə rejimlər seçilə bilər. Avtomobilin mərkəzi konsol daha enli olub, stəkan yerləri əvvəl belə idisə, indi belə dəyişdirilib. Yəni bu da bir növ Toyota Prado'nun stilistikasıdır bu formalarda. Həm də dirsək-altı enlidir. Hər iki tərəfdən sürücü də sərnişin də burada rahat dirsəklənə bilər. Bu bir də maraqlı həldir. Həm belə açılır, həm də sərnişin tərəfdən. Üstəlik istəsəz bunu tam çıxarıb belə bir masaya çevirə bilərsiniz. Arxa sırada burada biraz hündürlük var. Hava deflektorları, yenə də 2 dənə 15 vatlıq C portu sərnişinlər üçün. Belə bir dirsək altı. Oturacaqlar 60-40 nisbətində açılır və sərnişin istəsə əslində bunun kürək hissəsinin bucağını da belə tənzimləyə bilər. Maksimal açılma belədir. Gazoo Racing Sport versiyada sükanın aşağı hissəsində belə bir şey var. Daha fərqli tikişlərlə olan sükandır. Bir də bu komplektasiyada sükanda sensor var. Sürücü yorğunluğuna nəzarət sensoru. Bu komplektasiya variantında təchizat səviyyəsi də fərqlidir. Daha çox düymələr var. 360 dərəcə kameranın düyməsi. Kameralar belə işləyir. Ön-arxa kameraların adaptasiyasına görə belə olur. Yəni altda əslində kamera yoxdur. Bu versiyada həm də head-up display var. Sadə versiyalarda head-up qoymayıblar. Bahalı JBL audio sistem var. Yeni Toyota RAV4-ün qiyməti isə Azərbaycanda 77.000 manatdan başlayacaq. Qiymət təbii ki artacaq, onun komplektasiyasına asılı olaraq. Yəni ön ötürücü, tam ötürücü variantlar ola bilər, hibrid, plug-in hibridlər və bir də təchizat səviyyəsinə görə.